gələcək nəsillərə çatdırır ki, bu budur ya, hamı gələcək nəsildən ağıllı insanlar deyirlər, buymuş, Peyğəmbərin qədir başa düşməyiblər elədiyini, bu kamalatdaymış, bu. Yəni, imamətdir ki, nübüvvəti yaşadır, imamətdir ki, Peyğəmbəri yaşadan Əli əleyhissalamdır. Əli əleyhissalam olmasa, baxın, başqa məzhəblərin Peyğəmbər barədə fikirlərinə, düşüncələrinə, o Peyğəmbərə nisbət verdiyi əməllərinə. Elə bir Peyğəmbər bizə lazım deyil. Elə bir Peyğəmbər bizə lazım deyil. Bunların baxanda ağıllı adam deyir ki, bu Peyğəmbər kamil Peyğəmbər deyil. O Peyğəmbər ki, söyüş söyür. O Peyğəmbər ki, təsəvvür elə, baxın, sünni kitablarına, Buxaridən tutmuşamsında, namazın əsnasında başladı bütləri tərifləməyə. Ay bütləri, siz doğrusunuz, müşriklər düz sizə ibadət edirlər, siz ibadətə layiqsiz. Kim eləyə bilər onu? Peyğəmbərə belə bir cinayətin böyüyüdür, belə bir nisbəti Peyğəmbərə vermək. Bütün kitabları, bütün təfsirləri Ənkabut surəsinin ayəsinin təfsirindədir. Sən özün, yəni bu qədər insan çaşa bilər ki, namazın ortasında başlasın bütləri tərifləməyə, onların haqqı olduğunu bildirməyə. Bu hansı ağla sığan şeydir, hansı əqidəyə siz qulluq edirsiniz? Və budur ki, əgər Əli əleyhissalam olmasaydı, Peyğəmbərin peyğəmbərliyi, zəhmətləri hamısı hədərə gedəcəkdi. Və Əli əleyhissalamı yaşadan, imaməti yaşadan o biri imamlardır. Kimin bəhrəsi ilə? Xanım Fatimə Zəhranın bəhrəsi ilə. Xanım Fatimə Zəhra səbəb olub ki, Əli əleyhissalamın ardı gəlsin. İmam Muhammed Baqir əleyhissalam buyurur ki, atam İmam Zeynul Abidin əleyhissalam elə hey namaz qılırdı, hey ibadət eləyirdi. Dedik, ata, sən nə qədər ibadət eləyirsən? Dedi, oğul, Kitab-ı Əlini gətir mənə. Bir kitab vardı, Əleyhissalam özü yazmışdı. Onun adı Kitab-ı Əli adı ilə gedib tarixdə. Axırıncı dəfə bu kitabın adı İmam Rıza Əleyhissalamın dilində çıxıb hədislərdə və o kitab hal-hazırda İmam Zaman Əleyhissalamın əlindədir. Bu... Atam buyurdu ki, get Əlinin kitabını gətir, gör o nə qədər namaz qılırdı. Bir bağı vardı Əleyhisselamın, 500 xurma ağacı əkmişdi, hərəsinin yanında 2 rəkat namaz qılırdı. Suvaranda da, biçəndə də, yəni meyvəsini dərəndə də. Və s. Yəni sadə hududu yoxdur. Əbu Şeybə deyir ki, gəldim, yolla keçirdim, Əleyhisselamın bağının yanından keçdim, gördüm ki, Əleyhisselam yıxılıb yerə. Tərpəzdim, tərpənmədi. Dedim, vay, Əleyhisselam vəfat elədi. Ağlaya-ağlaya qaçdım evə. Xanım Fatimə Zəhraya ki, xanım, dedi, nə olub, niyə ağlayırsan? Dedi, bəs Əleyhisselam ölüb. Hardan bilirsən, necə oldu? Dedi, bağda görmüşəm. Necə olmuşdu? Dedim, belənçinə yıxılmışdı. Dedi, heç Allahın zikrindən, o təcəllisindən qəlb özünü itirib yedib. Özünə gələcək narahat olmasan. Bu cür, yəni, imaməti, Əli əleyhissalamın yaşadan kimdir? İmam Həsən, İmam Hüseyin və o bir imamlar kimin bərəkətindən? Xanım Fatimə Zəhranın bərəkətindən. Ona görədir ki, Allah Teala Quran-ı Kərimdə Əhzab surəsinin 33-cü ayəsində Quran Əhl-i Beyti belə vəsf eləyir. Buyurur ki, İnnəmā yuridullahu liyuzhibə ankumur ricsə əhləl beyt və yutahhirakum tədhira. Bu çox böyük, dəyərli ayədir ya. Həqiqətən Allah Teala istəyir ki, yəni Allah Teala'nın iradəsi belədir ki, siz Əhl-i Beytdən bütün çirkinlikləri uzaqlaşdırsın və sizi pak və pakizə, yəni qəlbinizi pak, qəlb pak olsa, yəni məsum. Sizi məsum qərar versin, pak qərar versin.
Bu ayə nazil olundan sonra əksər əhl-i sünnə kitabları yazıblar ki, Peyğəmbər 6 ay, 3 ay, 6 ay, 9 ay, nə qədər kitablar 9 ay yazıb əhl-i sünnə kitabları ya, ki, Peyğəmbər hər sübh namazına gedəndə Əleyhisselamın evinin qarşısında dayanar, buyurardı ki, Əs-səlah, əs-səlah, ya əhlə beyt. Peyğəmbərin əhl-i beyti, namaz, namaz, namaz. 9 ay əhl-i sünnənin dediyinə görə. Bizdə məşhur nəzər 6 aydır, əhl-i sünnədə məşhur nəzər 9 aydır. Peyğəmbər bu sözü deyib. İndi, yəni, burada bir şey var. Əlva innama yuridullah, Allahın iradəsi belədir. Allahın iradəsi hansısa hadisə ilə, zamanla dəyişmir ki, iradədən məqsəd Allahın iradəsi belədirsə, deməli, əvvəldən iradəsi. Allah təala bizim kimi deyir ki, məsələn, deyək ki, bu filan kəs belə əqidədədir. Amma deyək ki, bu yola gələndən, ya filan işi görəndən sonra bu başa düşüb o elədir. Çünki Allah əvvəldən hər şeyi əzəli bilir. Ona görə iradədən məqsəd Allahın əzəli iradəsidir. Yəni, əvvəldən iradəsi budur ki, Peyğəmbər və Əhl-i Beyt bütün günahlardan pak və pakizə qərar verilsin. Pak və pakizə. Və buna dəlillər sayı hesabı yoxdur da, təfsirlərin, hədislərin sayını deməyə ehtiyac yoxdur. Əhl-i sünnənin ən məşhur təfsirçiləri, Zəməxşəri ilə Fəxri Razi, istəyiblər ki, bura nətər Peyğəmbərin qadınlarını da aid eləsinlər. Neynəsinlər? Fəxri Razi deyir ki, bəli, Peyğəmbərin Əhl-i Beyti birinci növbədə Əli əleyhissalam, xanım Fatimə-i Zəhra, Həsən və Hüseyndir. Amma bunun arxasınca da Peyğəmbərin həyat yoldaşlarıdır. İndi gör, sual da çıxa bilər ki, yaxşı, niyə görə olmamalıdır Peyğəmbərin ailəsi Əhl-i Beytdən niyə görə deyil? Bəlkə Əhl-i Beytdəndir. Dəlil nədir Əhl-i Beytdən olmamaqlarına? Dəlil budur. Dəlil budur, Quran açıq-aşkar ayədə buyurur ki, Allahın iradəsi bundan ibarətdir ki, siz Əhl-i Beyti bütün günahlardan uzaq eləsin və qəlbinizi pak və pakizə qərar versin. Yəni, Əhl-i Beyt olardı ki, məsumdular, günah eləməzlər. Deyir, qayda budur. Quran qayda verir bu ayədə. Əhl-i Beyt kimdir? Məsum, günah eləməyən. Görə indi Peyğəmbərin qadınları günah eləyirlərmi, eləməyiblərmi? Məsumdular ya məsum deyirlər. Görək, bununla da bilərik ki, doğrudan bu Əhl-i Beytdəndir və yaxud da Əhl-i Beytdən deyil. Bunu baxmalıyıq. Buna baxmaq lazımdır ki, görək, Əhl-i Beytdəndir ya Əhl-i Beytdən deyil. Quran-ı Kərim elə həmin Əhzab surəsində 28-ci ayədə buyurur ki, ya əyyuhən nəbi, ey Peyğəmbər, qul li əzvacikə in kuntunnə turidnəl həyatə dünya və zinətəha fətəaleynə umətdikunnə usərrihkunnə sərahən cəmila və in kuntunnə turidnə Allahə və Rasulə və darəl axirə fə innəlləhə əəddə lil muhsənatı minkunnə əcrən azimə. Birinci budur ki, Quran-ı Kərim buyurur ki, Peyğəmbərin qadınları dünya pərəstidir. Bu da Hamısı yazılır. Hə? Hamısıdır yazılır. Nə? Yox, axı burada hamısıdır, hamısını aid edir. Onun birini oradan çıxmaq, onun hamısının oradan çıxmağına bərabərdir. Bu istisna eləmir axı. Bunlar demir ki, Peyğəmbərin qadını, məsələn, həyat yoldaşı ümmüs... Hamısı ayədə deyir ki, Peyğəmbərin zövcəsi möminlərin anası gedir. Yox, indi ora gələrik, Tarıqmı? Söhbət bu gedir ki, bunlar hamısını aid eləyirlər ki, Peyğəmbərin qadınları birini eləyə bilməz axı. Ya gərək heç birini eləsin, eləməsin. Ya gərək hamısını eləsin. Bu iki yolun arasında özünü qoyub. Hamısını aid eləyirsə, deməli, hamısı Əhl-i Beytdir. Əhl-i Beyt deyilsə, deməli, hamısı Əhl-i Beyt deyil. Birinci budur ki, Peyğəmbərin
qadınları, Quran buyurur ki, dünyapərəst idilər. Məsum dünyapərəst olmaz ki. Orada da demiş ki günahı Bir-birinə yok. şikayət edirlər orada. Hə. Quran ey peyğəmbər arvadlarına deyən, əgər onlar belə dünyanı sevirlərsə, onlar belə dünyanın aşiqidirlərsə, biz bundan da artığını verək, kef eləsinlər dünyada. Amma istəyirlər ki, Allahı sevsinlər, Allahın rəsulunu sevsinlər, axirəti istəsələr. Belə olsa Allah Taala yaxşı qadınlara denən ki, sizlərin kim yaxşı qadın olsa şərt qoyur. Sizlərdən kim yaxşı qadın olsa biz onlara əcr verərik. Deməli, dünyapərəstlik bunların neçəsində var idi. Hətta biri olsa kifayət əslində ki, onlar bütün hamısı sıradan çıxsınlar. Bu birinci. İkincisi, ey Peyğəmbərin qadınları, 30-cu ayə. Mən yəti minkunnə bi fahişətin mübəyyənətin yuza'af ləhəl azab zi'feyn. Kim sizlərdən günah əməl eləsə, biz sizə 2 qat cəza verəcəyik. Ha, sakit ol orada. Biz sizə 2 qat cəza verəcəyik. Yəni Peyğəmbərin qadınlarına böyük bir məsuliyyət qoyur. Böyük bir məsuliyyət. İndi gəlirik hara? Deyirik, yaxşı, bunlar belədir də, məsəl üçün, məkruhdur, ya nə bilim, meyillənib, bu ki, günahı çatdırmır. Əhl-i Beytin günahına aid dəlil yoxdur ki, Peyğəmbərin qadınları günah eləsinlər. Deyirik ki, var. Çox böyük günah. Quran-ı Kərimdə surə var, Təhrim surəsi. 1-ci ayə. Ya eyyuhən nəbi, limə tuharrimu ma əhallallahu lək? Təbtəği mərzati əzvacik. Vallahu qafurun rahim. Ey Peyğəmbər, nə üçün Allah Taalanın sənə halal etdiyini özünə haram edirsən? Bu qadın ki vardı sənin həyat yoldaşın, bu sənin rahatlığın üçündür. Bunun sən başqa şey üçün deyil bu. Bu sən xidmət eləsin, rahatlığı qərar versin. Başqa şey fikirləşmə bunlar üçün. Bunun üçün yanasan, bundan ötürü özü küsləsən, özü bundan uzaqlaşdırasan. Hə. Tohumdur. Qəd fərəzəllahu ləkum təhillətə əymanikum vallahu muvlakum və huvələlikum. 3-cü ayədə Quran buyurur ki, və iz əsərrən nəbiyyü ilə bə'zi əzvaci hədisən fələmma nəbbəət bihi və əzhərəhullah aleyhi ərrəfə bə'zəhu və ə'rəzə ənbəs. Fələmma nəbbə'hə bihi qalət mən ənbə'əkəl haza. Qalə nəbbə'əyiniyəl alimul xəbir. O zaman ki, Peyğəmbər qadınlarından birinə Həfsəyə, bütün sünnət kitabları yazır bunu. Buxaridə, Müslümdə. Ona əsasən deyirəm. O zaman ki, Peyğəmbər öz qadınlarından birinə sir dedi. Və dedi ki, bax, bu mənim sirrimdir, bu mənim əmanətdir, bunu heç kəsə demə. Dedi, baş üstə, mən əmanətə riayət eləyərəm. Peyğəmbər evdən çıxan kimi getdi Ayşənin evinə. Bax, bu sirri Ayşəyə açdı və Ayşə də onu hamıya yaydı. Hamıya yaydı və Peyğəmbər qəzəbli halda gəldi onun evinə. Gördü, ikisi də oradadılar. Ayşə də, Həfsə də. Həfsə Ömərin qızı idi, Ayşə Əbu Bəkrin. Gördü, ikisi də oradadılar. Dedi, niyə sirri açmısınız? Həfsə dedi, bunu sənə kim xəbər verdi? Da təsəvvür, Peyğəmbərə gör, Peyğəmbərə imanın olmamağının əlamətidir ya bu. Bunu sənə kim xəbər verdi? Peyğəmbər buyurdu, Qalə nəbbəəniyəl alimul xəbir. Hər şeyi bilən və hər şeydən xəbərdar olan Allah bunu mənə xəbər verib. İndi işə baxın, dalına baxın. Söhbət 4-cü ayənin söhbətidir ya. Quran buyurur ki, ey Peyğəmbər, bu 2 qadına denən, yəni Ayşə ilə Həfsəyə denən, nə desin Peyğəmbər? İn tətuba İləllahi fəqət səqət qulubukuma. Əgər Allaha tövbə eləyərsinizsə, tövbə edərsinizsə, hər ikiniz Allaha tövbə eləyərsinizsə, bilin ki, sizin qəlbiniz meyillənib başqa istiqamətdə, inhirafdadır, səhv yoldadır sizin meyliniz, qəlbiniz. Və in təzahəra. Bu ayəyə bir dənə diqqət edin, burada ayədə çox incəliyi var, bir ikisini deyəcəm o.
Və in təzahər aleyhi, amma tövbə eləməsəz və üsyanı davam eləsəz, deməli, Peyğəmbərin düşməni də. Allah Teala baxın Quran-ı Kərimdə Hüneyn döyüşündə, Bədir döyüşündə, Allah Teala Ənfal və Ali-İmran surələrində buyurur ki, o zaman ki Peyğəmbər düşmən sənin üstünə gələndə biz öz tərəfimizdə 3000, o bir ayədə 5000 mələk sizə kömək göndərdik. Mələyin miqdarını qoy, 5000. Allah Teala nə qədər mələyi var? Onu Allah bilir. Yaxşı bir dənə mələk gətir. Quran-ı Kərim Haqqa surəsində buyurur ki, onun qoşununun sayını özündən başqa heç kəs bilmir. Allahın qoşununun sayını heç kəs. 5000 mələk, ən çox 5000 mələk gəlib Bədirdə. Müsəlmanlara yardım olaraq. Quran buyurur ki, əgər o Peyğəmbərin üstünə gəlsəz, o boyda düşmən gəlib, Bədirdə o boyda düşmən gəlib Peyğəmbərin üstünə. O boyda düşmən, özdən necə düşmən? Müsəlmanlardan 3 dəfə çox. Müsəlmanlardan 3 dəfə çox Peyğəmbərin üstünə gəlib orada. 5000 cəmi mələk gəlib. Allah Teala buyurur ki, yox, Peyğəmbərin yenə üstünə gəlsəz, nə olacaq? Sizin üstünüzə gələcək. Kim? Fə innallaha huvə, bilin ki, Allah onun dostudur. Yanında Allah dayanıb onunla sizə qarşı. 1. Və Cibril, Cəbrail Peyğəmbərlə bərabər sizə qarşı dayanıb. 2. Və salihul müminin, möminlərin salihi, yəni Əli əleyhissalam, onun yanında sizə qarşı dayanıb. 3. Vəl mələikətu bə'də zalikə zəhir, və bütün mələklər onun arxasındadır. Salavat Peyğəmbər. Buradan bu məna gəlir çıxır ki, bunların cinayəti, qorxusu Bədirdəkilərdən 1000 dəfələrlə qorxuludur. Bunlar daha qorxulu düşmənlərdilər. Ki, Bədirdə o boyda adam Peyğəmbərin üstünə gəlib, cəmi 5000 mələk Allah Teala deyir ki, qoyuram sizin yaranıza gəlib. Bu iş başladı, 5000 mələk sizə kömək eləyəcək. Bura deyir ki, bütün mələklər gəlir sənin yanına, səninlə oraya döyüşmək istəsələr bunlar səninlə. Gör, nə qədər təhlükəlidirlər bunlar. Və bir dənə də qəribəlik burada nə var? Bir dənə də incəlik və böyük bir hikmət var. Allah Teala hardakı günahkarlardan bəhs eləyir. İstəyir tərk-i övla olsun, Adəm kimi tərk-i övla, yəni günah eləməmişdi. Böyük bir neyməti əlindən çıxartdı. Dəbədi cənnətdə qalacaqdı, qalmadı. Və ya istəyir, məsələn, Tövbə surəsində 3 nəfər Təbuk döyüşündə sadə satdılar. Dedilər, bir dənə gedək tarlaya deyə görə əkimizi girib eləyən olmayıb, getdilər ora baxdılar. Elə beləncən süslük elədilər, cəmaat gedir, indi gəlir. Gecikdirdilər, ta ki cəmaat getdi döyüşə. Təbuk döyüşü də İordaniyanın sərhəddindədir. Mədinədən 600 kilometrdən çox uzaqdadır. Bunlar uzaqlaşandan sonra bunlar deyirlər ki, yolu tanımırıq, eləmirik, daha biz qaldıq, gedə bilmədik. Gələndən sonra və aləs-sələsətil-ləzīnə xullifu hatta izə zaqət aleyhimul ərzu bimə rəhbət və zaqət aleyhim ənfusuhum və zənnu ən la məlcəl minəllah. Bunlar gələndən sonra Peyğəmbər bunlara baxmadı özünə. Dedi ki, heç kim bunlara etina eləməsin. Heç biriniz buna etina eləməyin bu 3 nəfərə. Belə günah eləməmişdilər, böyük cinayət eləməmişdilər. Sadəcə tənbəlliklərindən cəmaat getdi, bunlar qaldı. Yəni, qəsd yox idi ki, yox, getməyəcək, nə işmə, öyle şey yox idi. Sadəcə tənbəllik. Əli İslamın gözəl bir sözü var. Buyurur ki, bugünün işini sabaha saxlamaq tənbəlliyin başlanğıcıdır. Tənbəlliyin nəticəsində bunlar ki, Quran buyurur ki, elə ki, qarşıda bunlar peşman oldular. Ay Allah, niyə belə elədik, niyə süslük elədik, niyə tənbəl, niyə qaçıb qoş çatmadıq onlara? Və getdilər çöllərə, dedi, göy yer bunlara darlıq elədi. Özlərinə darlıq elədilər. Neyniyək, nə qayraq? Quran buyurur ki, və gördülər ki, Allahdan başqa pənah yeri yoxdur, ancaq Allaha pənah aparmaq lazımdır. İlla ilə sümmə tabə aleyhim liyətubu. Allah bunlara tövbə elədi ki, bunlar da Allaha tövbə eləsinlər. Barışdılar yəni Allahla.
Hər bir dastan, hər bir əhvalat ki, Quran-ı Kərimdə tapsaz, kim nəsə elədi, bu belə elədi, o elədi, həmin dastanın axırında gəlib ki, ya birbaşa gəlib ki, tövbə elədi, ya birbaşa gəlib ki, Allah Teala onu bağışladı, ya da ki, bu cür heç nə gəlməyib. Belə ayəni deyib, Allahın axırında Quran buyurur ki, Allah Teala həqiqətən tövbələri bağışlayandı. Bilirsən ki, onun tövbədi bağışlandı. Amma bu ayənin axırında tövbədən əsər əlamət yoxdur. Hədə qorxu, bilin ki, əgər müharibə eləmək istəsə Peyğəmbərlə, yenə də Peyğəmbərin üstünə qalxmaq istəsəz, bilin ki, Peyğəmbərin yanında Peyğəmbərin qoşunu var. Kimdir Peyğəmbərin qoşunu? Allah, Cəbrail, Əleyhissalam və bütün mələklər onun arxasındadılar. Onun dayıcın keçdi başqa ayəyə. Tövbədən xəbər yoxdur. Deməli, tövbə eləməyiblər. Quran açıq-aşkar dəlildir ki, tövbə elə. Səhih Müslimdə hədis var. Deyir ki, Ayşə Peyğəmbərə dedi, yəni sən doğrudanmı ki, zənn edirsən ki, öz Allahın Peyğəmbərisən? Hətta təsəvvür et, Səhih Müslim 4-cü cildində yazır ki, Ömər gəldi Ayşənin evinə. Dedi, ay Ayşə, Peyğəmbəri bəsdi əziyyət elədin. Niyə əziyyət eləyirsən Peyğəmbəri? Limə təzin nəbi. Quran açıq-aşkar buyur ki, kim Peyğəmbəri əziyyət eləyirsə, Allah ona lənət eləsin və onun yeri cəhənnəmdir. Səhih Müslim, ikinci kitabdır da, bunların ən məşhur yeri ki, hamısı səhihdir. Buxari ilə Müslimdə nə var düzdür? Özlərinə görə. Hə, özlərinə görə. Nə üçün Peyğəmbəri əziyyət eləyirsən? Ayşə nə cavab versə yaxşı? Deyir ki, mən deyiləmirəm, yox. Deyir ki, sən bunu yaxşı olar ki, öz qızına deyəsən. O bu sözlərə daha çox layiqdir. Yəni, o da eləyir əziyyətdə, mən eləmirəm ki, tək. Yəni, tək eləmirəm ki, o da eləyir. O alimlərdən biri danışır ki, uşaq həmişə çətin, insan ki, səhv hərəkət elədi, özünə çalışır, köməkçi qərar versin ki, özünüz işini rahatlaşdırsın. Uşağa deyirsən ki, uşaq 3 alır, qışqırırsan, ay uşaq 3 niyə almısan? Deyir, filan kəs 2 aldı ki. Da demirəm, 5 alanı misal çəkmir, ha. Deyir, filan kəs 2 aldı ki. Özündən zəifi deyir. Yəni, yəni təsəvvür eləyin ki, yəni Quran-ı Kərim açıq-aşkar bu ayədə bu sözləri deməklə onu göstərir ki, bunlar heç biri tövbə eləməyiblər. Yəni, heç biri tövbə eləməyiblər. Bundan əlavə, Əhl-i Sünnə dedi ki, hamısı qərar veriblər ki, Peyğəmbər zəhərlənərək öldürülüb, şəhid olub, öz başına ölməyib. Öz başına ölməyib. Bir dənə hədis var, təsəvvür elə. Bu hədisə hansı sünnün necə yoza bilər? Sözə baxın. Səhih Buxari 4-cü cild 1618-ci səhifə 41089-cu hədis. Bu hədisi Kitab-ı Məğazidə gətirib Buxari. Səhih Buxarinin Kitab-ı Tibbində, deməli bu hədis 5382-ci hədis, 5-ci cild 2159-cu səhifə, 6-cı cildində diyə qisaslar bəhsində 2524-cü səhifə 6492-ci hədis, yenə 6-cı cildində 2527-ci səhifə 6501-ci səhifədə insana çətinlik baş vermə fəslində, Səhih-i Müslim 4-cü cild 1730-cu səhifədə 2213-cü hədisdə Kitab-ı Səlam, Bab Kərahü Təbəvi bilə şeylərin insanın ağzına dərman tökməyin, zorla dərman tökməyin məkruhluğu fəslində. Nə deyir? Səhih hədis daha gördünüz ki, nə qədər adamın təsdiqlədi. Ayşə deyir, qalət Ayşə, lədədnahu fi mərazihi fəcəalə yuşiru iləyna ən la tuledduni fəqulna kərahiyyətul məris liddəva fələmma əfaqə qalə ələm ənhəkum ən təludduni قلنا كراهية المريض للدواء فقال لا يبقى أحد في البيت إلا لد وأنا أنظر إلا عباس فإنه لم يشهدكم. Ayşə deyir, Peyğəmbər xəstə idi. Biz bir dərman düzəltdik onun üçün. Gətirdik Peyğəmbərin yanına. Peyğəmbər gördü. İşarə elədi ki, istəmirəm. Biz güc bala ilə Peyğəmbərin ağzını açıb dərmanı Peyğəmbərin ağzına tökdük.
Peyğəmbər ayılıb özünə gələrək dedi, sizə demədimmi ki, sizə demədimmi ki, mənə dərman tökməyin? Dedik, fikirləşdik ki, xəstəsən də, indi xəstə istəməz ki, dərman içsin. Peyğəmbər qəzəblənərək buyurdu, heç kim evdən çıxmasın. Gözümün qabağında hamınız o dərmanı içəcəksiniz ki, mən sakit olum. Nə deməkdir bu? Ağza da ona yazacaq. Yəni ki, Peyğəmbər necə ki, Əli əleyhissalam bilirdi ki, Ramazan ayında şəhid olacaq, hansı Ramazanı bilmirdi? Peyğəmbər bilirdi ki, arvadlarının birin əli ilə zəhərlənəcək. Bu hədisin başqa ikinci məna, cırsan da özünü tapa bilməzsən, buradan ikinci bir məna çıxarasan. Və burada ən azı mədəni mənada 2 dənə sual vermək olar bütün o bir şeyə. 2 dənə sual. Birincisi, məgər Ayşə və başqaları bilmirdilərmi ki, Peyğəmbərin sözü hüccətdir? Əmr var Allah Teala tərəfindən. Həşr surəsinin 7-ci ayəsində Quran buyurur ki, Allahın Rəsulu sizə nəyi tapşırırsa onu eləyin, nəyi qadağan edirsə onu eləməyin. Müsəlmanın sifətidir. Niyə zorla içizdirirdi Peyğəmbər inkar elədiyi halda, istəmədiyi halda? Axı Quran buyurur ki, onun Peyğəmbər nəyi qadağan edirsə onu eləməyin. Haramdır eləmək Peyğəmbərin qadağan əksinə. Səhih Müslimdə 4-cü cild 34-cü səhifədə həccin qəziyyələri bəhsində 4-cü cild 34-cü səhifə.